Bir gün bir qadın öz evladlarını testdən keçirmək üçün bir power cıncındır formasında oğlanı gətizdirib otuzdurur blokun ağzında ki, evladları müəyyən eləsin. Qızı gəlib keçərkən bu kasıb oğlan qızın keçəndən sonra arxasında bir qızıl sepi atır yerə. Qızı arxadan səsləyir ki, xanım sizin sepiniz düşdü yerə. Qız qayıdır, sepi alır, qoyur çantasına, deyir xanım mən sizə yaxşılıq elədim. Siz də mənə bir hörmət eləyin də yaxşılıq eləyin. Mən acalım, oturmuşam burada. Qız buna deyir ki, rədd ol, çıx get buradan. Və özü gedib keçir içəri. Bu oğlanın anasına, qızın anasına işarə edir ki, bu testdən keçmədi. Qızın anası da kənardan durub bunları izləyirdi. Sonra qızın anası bu oğlana yenə pul verir. Bunun ikinci oğlu gəlir, blokdan içəri keçəndə bu oğlan pulu atır yerə və oğlana səslənir ki, bəy, sizin pulunuz düşdü yerə. Bu oğlan qayıdır, pulu alır bundan və deyir ki, mən sizə yaxşılıq elədim. Nə olar, siz də mənə hörmət eləyin də, mən ac adamam. Oğlan götürür buna bir yaxşı şillə çəkir, deyir, rədd ol, çıx get buradan. Sən burada nə gəzirsən? Gedib girir içəri. Bu dilənçi formasında olan oğlan anasına işarə edir ki, bu da testdən keçmədi. Nəhayət, arvadın böyük oğlu gəlir. Bu böyük oğlan gəlib blokdan içəri keçəndə bu oğlan sağda atır yerə. Sağda atır yerə, oğlanı arxadan səsləyir ki, bəy, sizin saatınız düşdü yerə. Oğlan qayıdır geriyə, saatı alır, baxır, deyir, yox, bu saat mənim deyir ki. Deyir, yox, indi düşdü də bu saat yerə. Deyir, sən burada nə gəzirsən? Deyir, mən kasıb ağır az adamam, oturmuşam burada, özüm üçün yemək axtarıram. Deyir, onda sən al bu saatı, burada oturmuşsan, gör kimin olsa verərsən ona. Və cibindən pul çıxardır, verir oğlana ki, al bu pulu da ged özünə yemək yaz alıb yeyərsən. Və gedib keçir otağa. Otağa keçdikdən sonra bunlar artıq uşaqların üçü də otaqdadır. Otaqda olan bank nümayəndəsi bunlara deyir ki, sizin atanızın banka borcu var. O borcu da atanız rəhmətə gedib, siz ödəməlisiniz. Əgər siz ödəməsiniz, bu binanı sizin əlinizdən alacaq. Böyük oğlan deyir ki, mənim bankda 10.000 dollar pulum var. Bunlar da kömək eləsələr, biz atamızın borcunu bağlayarıq. Bu cavab verir ki, atamızın borcunu biz niyə bağlamalıyıq ki? Əlləşib vuruşub, pul qazanmışıq ki, atamızın borcunu bağlayaq. Mən ödəməyəcəm. Sıra ortancıl oğlana çatanda, ortancıl oğlan da deyir ki, mən də atamın borcunu ödəməyəcəm. Mənim atamın borcunu ödəmək haqqım yoxdur. Mən niyə ödəməliyəm o borcu? Ürəyin yanır, özün ödəginə. Oğlan, böyük oğlan qalır nə ilac, deyir ki, onda mən atamın borclarını ödəyərəm. Bank nümayəndəsi deyir ki, onda buyur bu sənədlərə qol çəkinəm. Və sənədləri qoyur böyük oğlanın qarşısına. Böyük oğlan baxır, görür ki, bu borc sənədi deyil ki, bu miras sənədidir. Bu zaman bunların anası qapını açır, girir içəri. Deyir, hə bala, bu borc sənədi deyil. Mən sizi test eləmək üçün
Hər birinizi test elədim. Sizə həmişə deyirdim ki, həyatda həmişə dürüst olun. Dürüst insanlar həyatda həmişə qalib gəlir. Amma indi müəyyən elədim ki, böyük oğlan bu testdən keçdi. Ən dürüst o oldu. Siz bu testdən keçə bilmədiniz. Ona görə mən atanızın vəsiyyətini yerinə yetirdim. Atanızın qalan varidatın bu oğlana verirəm. Və mülkün sahibi də həmin bu oğlan olacaq. Beləliklə, arvad bütün varidatı böyük oğluna təqdim edir. İndi dostlar, həyatda həmişə dürüstlük gərəkdir. Dürüst insanlar həmişə həyatda qalib gəlir. Allah sizi həmişə dürüst insanlardan eləsin. Diqqətinizə görə çox sağ olun.